Donald Trump hakimiyyətə gəldikdən sonra Vaşinqton ölkənin hərbi sahəsinə yatırımları artırıb. Trumpın tapşırıqları və Pentagonun analizləri nəticəsində çox sayda texnikanın modernizasiyası, yaradılması sahəsində işlərə başlanılıb. Ətraflı növbəti sujetdə izləyək. Pentagon Kaliforniyanın San Diego şəhərində yerləşən sahilyanı döyüş gəmilərinin təmiri və modernizasiyası üzrə dəyəri 2,6 milyard dollar olan bir neçə müqavilə imzalayıb. Qurumun yaydığı məlumatda bildirilir ki, müqavilələr BAE Systems, General Dynamics, Propulsion Controls Engineering və digər Amerika şirkətləri ilə bağlanıb. Təmir və modernizasiya işlərinin 2030-cu ilin mayına dək yekunlaşdırılması nəzərdə tutulur. Bundan əlavə, Amerika Birləşmiş Ştatları Kaliforniya ştatındakı Vandenberg bazasından Minuteman 3 qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib. Vandenberg bazasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, buraxılışdan əvvəl raket yüksək dəqiqliyə malik Mark 21D Entry döyüş başlığı ilə təchiz edilib. Sınaq zamanı başlıq 6,7 min kilometr məsafəni uğurla qət edib. Sınaq nəticəsində əldə olunan məlumatlar Birləşmiş Ştatların strateji qüvvələrinin gələcək inkişafını qiymətləndirmək məqsədi ilə təhlil ediləcək. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Oval Ofisdə keçirdiyi rəsmi tədbirdə ölkəsinin 6-cı nəsil qırıcı təyyarələrə keçid planını elan edib. Onun göstərişi ilə Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri dünyanın ilk 6-cı nəsil döyüş təyyarəsi olan F-47 modelinə keçəcək. Prezident bildirib ki, yeni təyyarə Boeing şirkəti tərəfindən istehsal ediləcək və onun sınaq versiyası artıq 5 ildir ki, gizli həyata keçirilir. F-47 təyyarəsinin bir sıra yeni texnologiyalarla təchiz ediləcəyini vurğulayan Trump əlavə edib ki, bu təyyarə dronlarla birgə uçacaq və özü ilə çox sayda dron daşıya biləcək. Üstəlik, Trump Qızıl Qübbə Milli Raketdən Müdafiə Sistemi layihəsinin həyata keçirilməsi üçün 175 milyard dollara qədər vəsait ayıracaq. Məbləğ Konqres tərəfindən hələ təsdiqlənməsə də, administrasiyanın nəhəng büdcə qanun layihəsinə daxil edilən sorğuya uyğun gəlir. Layihənin ümumi dəyəri Konqresin büdcə ofisinin hesablamalarına görə 20 il ərzində 500 milyard dolları keçə bilər. Trumpın qərarını Pentagon rəhbəri Pete Hegsethlə birlikdə Ağ Evin Oval Ofisində açıqlayacağı gözlənilir. Məlumata görə proqramın rəhbəri vəzifəsinə Birləşmiş Ştatların Kosmik Qüvvələrinin generalı Michael Jet Lane təyin olunacaq. Layihə Birləşmiş Ştatlar ərazisini qorumaq üçün peyklər, sensorlar və tutuculardan istifadə etməklə çoxqatlı müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Son olaraq Trump 2030-cu ilədək ölkədə azı 10 yeni nüvə reaktorunun tikintisinə başlamağı tapşırıb. Birləşmiş Ştatlar prezidentinin fərmanında qeyd olunur ki, Trump tamamlana bilən layihələr əsasında 2030-cu ilə qədər 10 yeni reaktorun tikintisinə başlanmasını əmr edib. Sənəddə mövcud nüvə reaktorlarında enerji istehsalının 5 gigawatt artırılması da nəzərdə tutulub.